Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə əşrəfil ənbiyayı vəl mursalin. Nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Əziz müsəlmanlar, bilirsiniz, insanın bədənində ona savab və ya günah qazandıracaq bir çox əzalar var. Göz, qulaq, əl, ayaq və s. İnsan bu əzaları yaxşı işlərə sərf etdikdə savab qazanır, pis əməllərə yönətdikdə günah qazanır. Günlərin bir günü sahabələrdən biri gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına, deyir, ya Rasulullah, mənə elə bir asan əməl öyrət ki, onun sayəsində mən çoxlu savab qazanım. Diqqət edin, əməl asan, amma savabı çox olsun. Peyğəmbər sallallahu aleyhi və səlləm ona deyir ki, çalış, dilin daim Allah'a zikr etməklə islah qalsın. Nə deməkdir bu? Rasulullah sallallahu aleyhi və səlləm demək istəyir ki, daim dilini Allah'ı yad etməyə, yaxşı işlər görməyə sərf et. Yaxşı işlər deyəndə Quran oxumaq, dua etmək, vaxtında zikirləri etmək, insanlara xeyirli nəsiyyətlər etmək, onları pis əməllərdən çəkindirmək və dilə aid nə varsa, nə yaxşı əməl varsa, bu əməllərin vasitəsilə çoxlu savab qazanmaq olar. Əziz müsəlmanlar, Peyğəmbər sallallahu aleyhi və səlləm çox vaxt dilə, insanın dilinə diqqət yetirməsini tövsiyə edir. Məşhur hədisdə deyir ki, Allaha və axirət gününə iman gətirən adam ya xeyir danışsın, ya da sussun. Demək, insan mömindirsə, Allahdan qorxursa, daim dilini ona savab qazandıracaq işlərə sərf etməlidir. Ya da susmalıdır. Əgər belə edərsə, Allah subhanahu teala onu yad edər. Bu haqda Allah Teala Quran-ı Kərimdə Bəqərə surəsində buyurur ki, Fəzkuruni əzkurkum. Məni yad etsəz, mən də sizi yad edəcəm. Diqqət edin, Allah'ı zikr etməyin faydası nədir? O böyük Allah mələklərin yanında sizi yad edir. Dil həm də başa bəladır. Yəni, insanı cəhənnəmin dibinə apara bilər. Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün sahabəsinə Abdullah ibn Məsud radiyallahu anh'a deyir ki, dilini qoru. Abdullah ibn Məsud radiyallahu anh'a deyir ki, ya Rasulullah, dildən çıxan, yəni bir kəlməyə görə başımız ağrıyacaq. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, əlbəttə, bir kəlmə insanı cəhənnəmin dibinə apara bilər. Bir kəlmə və biləsiniz, nə danışırıqsa, o kəlmələri sağ və sol tərəfdə olan mələklər yazır. Mə yəlfizu min qavlin illə lədeyhi raqibun atid. Qaf surəsində Allah Teala deyir ki, nə danışırsınızsa, hər kəlməni sağ və sol tərəfdə olan mələklər yazır. Odur ki, danışacağımız sözlərə diqqət yetirməliyik. Peyğəmbər sallallahu aleyhi və səlləm hər iki sinifdən olan insanları sahabələrə bəyan edir. Diqqət edin, o insan ki, yaxşı sözlər danışır, danışdığı sözlərlə sizə Allah'ı xatırladır, sizə doğru yol göstərir və s. Müsəlmanların ən xeyirlisi sayılır. Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrinə deyir ki, sizə ən xeyirliniz barədə xəbər verinmi? Sahabələr bəli deyəndə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, o kəslər ki, onları görəndə Allah yada düşür. Yəni, sən o adamın yanına gəlirsən, o adam sənə ancaq yaxşı işlər tövsiyə edir. Allah'ı yada salır, Allahla qorxudur, pis əməllərdən çəkindirir. Əks halda, o adam ki, dilini pis əməllərə öyrəşdirib, bütün günü qeybət, dedikodu yaymaq, lənət oxumaq, söyüş söymək və s. Peyğəmbər sallallahu aleyhi və səlləm onlar barədə nə deyir? Sahabələr nə deyir ki, sizə
ən pisiniz barədə xəbər verirmi? Diqqət edin, onlar da müsəlmandır, amma müsəlmanların ən pisidir. Sahabələr deyəndə, bəli, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, dedikodu yayanlar, müsəlmanların arasını vuranlar və təmiz adamlara şər yaxanlar. Diqqət edin, hamısı dillə bağlıdır. Dedikodu yaymaq, şər yaxmaq və müsəlmanların arasını vurmaq. Bax, dilə aid bu əməl ki var, ən pis əməllərdəndir. Və söhbətin əvvəlində dedim, dil başa bəladır. Bu xüsusda ayrıca bir hədis rəvayət edilib. Çox maraqlı hədisdir və çox qəribə hədisdir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, hər səhər bədəndə olan bütün əzalar dilə xitab edərək deyir ki, özünü yığışdır, özünü yaxşı apar. Sənə görə biz əziyyət çəkirik. Diqqət et, sənə görə biz əziyyət çəkirik. Həqiqətən də belədir. Adam gəlir kimisə dili ilə söyür, qarşısındakı onun dilini tutub dilinə vurmur ki, başına vurur, üzünə vurur, ayağına vurur, qarnına vurur, qoluna vurur. Yəni, o biri əzalar dilə görə əziyyət çəkir. Həqiqətən də dil başa bəladır. Bu söhbətimin sonunda iki maraqlı əhvalat danışacağım dilə aid. Bu əhvalatları qulağınızda sırğa edin. Çünki bunlardan biri insanın cənnətə düşməyinə, o birisi isə cəhənnəmə düşməyinə səbəbdir. Deməli, Uhud döyüşü gedir. Bir nəfər gəlir sahabələrin yanına. Sahabələr buna baxır. Uzun illərdə bunu müşrik, kafir kimi tanıyır. Deyirlər, sən gəlmişsən bizə qarşı vuruşmağa. Həmin adam deyir ki, Allah sizə hidayət versin. Mən artıq İslamı qəbul eləmişəm. Sizinlə bərabər müşriklərə qarşı vuruşacaq. Diqqət edin, adam sadəcə Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına gəlib, La ilahe illallah Muhammed Resulullah deyib, İslamı qəbul edib. Sadəcə bu əməl. Dillə İslamı qəbul edib. Və gedir vuruşur, şəhid olur. Şəhid olandan sonra Peyğəmbər sallallahu aleyhi ve sellemin onun cənnətli olmasını xəbər verir və sahabə Əbu Hureyra radiyallahu anh bu rəvayəti danışanda deyir ki, bir kəlmə onu cənnətə apardı. Bir kəlmə dedi, başqa heç bir əməl etməyib. Nə namaz qılıb, nə oruç tutub, nə zəkat verib, nə həcc ziyarətinə gedib. Bir kəlmə cənnətə apardı. Və bilirsiniz, məşhur hədisdir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kimin son kəlməsi la ilahe illallah olsa, cənnətə daxil olar. Yəni, elə adamlar olub tarixdə ki, adam ömrü boyu İslamdan xəbəri olmayıb, xəbərsiz olub. Ömrünün sonunda kimsə gəlir onu İslama dəvət edir. Adam la ilahe illallah deyir, vəfat edir və cənnətli olur. Fikir verin, bir kəlmə, dil adamı cənnətə aparır. İndi bunun tam əksi, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bizdən əvvəlki ümmətlərdən iki dost olur. Diqqət edin, bunlar dostdur. Amma dostlardan biri abiddir. Bütün gün ibadətlə məşğuldur. O birisi isə Allaha imanı var, amma günah işlər də görür. Abid hər dəfə onu görəndə deyir ki, Allahdan qorx, bu günahdan əl çək. Lakin adam o günahdan əl çəkə bilmir. Bəzən biz insanın zahirinə baxarıq, pis qərar veririk, yanlış qərar veririk. Hətta dilimizlə günaha batırırıq özümüzü. Baxıb deyirik, o kafirdir, müşrikdir, nə bilim, münafiqdir, bidətçidir, zinakardır, xavarizdir və s. və s. Halbuki o adam əslində elə deyil. Biz özümüzü günaha batırırıq. Və həmin bu adam da, bu abid, nə qədər nəsiyyət edir o adama, adam nəsiyyəti ondan qəbul eləmir və günlərin bir günü qəzəblənib deyir ki, vallahi Allah səni bağışlamayacaq. Hər ikisi vəfat eləyəndən sonra Allah Teala ikisini də huzuruna çağırtdırır
and içənə deyir ki, sən kimsən? Mənim adımdan and içib deyirsən ki, mən onu bağışlamayacam. Mən onu artıq bağışladım. O cənnətə gedəcək. Amma sən cürət edib, haqsızcasına bir adamı ittiham elədiyinə görə cəhənnəmə gedirsən. Əziz müsəlmanlar, dilinizi qoruyun, dilinizi. Bu dil başa bəladır. Sonda hamısın Allaha dua edib deyirəm. Allahümmə inə nəsəlükə qalbən səlimən və lisənən sadiqən. Allahım səndən salamat qəlb və düz danışan dil diləyirik. Subhanək Allahumma və bihamdik. Əşhədü ən la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.